Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bizim YouTube kanalımızda Siemens kondisionerinin isti rejimine keçirilmesi videosu var idi. Ama biz bugünkü videomuzda pultun bütün düğmelerini geniş izah verecek. İstifade etmek isteyenler elbette ki bu videoya axıra kadar bakabilirler. Bu düğme köməyinə kondisioneri yandırıp söndürebilirik. Kondisionerin rejimlerini dəyişmək üçün mod, yani rejim düyməsini istifadə edirik və bu kondisionerin 5 rejimi var. Soyutma, isitmə, ventilator, qurutma və avtomatik rejim. Kondisionerin temperaturu qaldırmaq üçün bu düymədən istifadə olunur. Aşağı salmaq üçün isə bu düymədən istifadə olunur. Kondisionerin fanının sürətini dəyişmək üçün bu sürətdən istifadə olunur və bu fanın 4 sürəti var. Aşağı sürət, orta sürət, yuxarı sürət, bir daha basdıqda burada auto, yəni avtomatik sürət görünür. İnsanların əksəriyyəti kondisionerdən soyutma məqsədləri üçün istifadə etdiklərinə görə biz əvvəlcə soyutma rejimini geniş izah edəcək. Soyutma rejimində mod düyməsini basırıq və burada qar dənəsi işarəsi görünəndə kondisionerimiz soyutma rejiminə keçmiş olur. Və bu rejimdə temperaturu 22, 23, 24 dərəcə arasında ayarlayırıq. Soyutma rejimində biz fanın istədiyimiz sürətini seçə bilərik. Amma yataq otağında əgər fanın səsi bizi narahat edirsə, o zaman aşağı sürəti seçə bilərik. Elektrik enerjisinə qənaət etmək istəyirsinizsə, o zaman temperaturu 24-25 dərəcə arasında saxlamanızı mən sizə məsləhət görürəm. Və eyni zamanda da çalışmaq lazımdır ki, heç bir zaman temperaturu 22 dərəcədən aşağı salmayasınız. Çünki bu sonunda soyuq dəyməyə səbəb ola biləcək və kondisionerdən düzgün istifadə etmədiyinizə görə siz soyuqlayacaqsınız. İndi biz mod düyməsini yenidən basırıq və demək ki, isitmə rejiminə qaydırıq. İsitmə rejimində isti hava yuxarıda yığıldığına görə biz temperaturu əlbəttə ki, bir qədər yuxarı qoymalıyıq və biz bir mütəxəssis olaraq 26 dərəcədən yuxarı temperaturu sizə məsləhət görürük. Amma bu rejimdə insanların ən çox etdiyi səhv nədir? Bu rejimdə ventilatorun sürətini ən böyük rejimə qoyurlar və elə bilirlər ki, soyutma rejimində olduğu kimi kondisioner kısa bir zamanda isidəcəkdir. Burada isə tam tərsi baş verir. Yəni kondisioner nəinki yaxşı isitmir, hətta onun arxa hissəsi tez bir zamanda donur və bundan sonra kondisioner tez-tez defrost rejiminə keçir. Bunun olmaması üçün, kondisionerin düzgün işləməsi üçün burada bir daha basdıqda auto sözü gəlir və bu rejimdə kondisionerin iç fanının sürəti bayırda olan və evin içində olan temperaturdan asılı olaraq mikroprosesor tərəfindən seçilir. Yəni kondensasiya temperaturuna uyğun olaraq seçilir. Əlbəttə bu bizim istifadəçiləri ilgiləndirməz, amma bir mütəxəssis olaraq demək istəyirik ki, sizə auto rejimini seçməniz kondisionerin həm məhsuldar işləməsinə, həm də onun çöl hissəsinin faktiki olaraq yalnız sıfıra yaxın temperaturlarda donmasına imkan yaradır. Bu səbəbdən yəni bunu mütləq uygulayan. Elektrik enerjisinə qənaət etmək istəyənlər və yaxud istini çox da sevməyənlər təbii ki, temperaturu 24-25 dərəcəyə ayarlaya bilərlər. Mod düyməsi yenidən basırıq və burada bir ventilator şəkli görkənir. Bu rejimdə kondisioner sadəcə adi bir ventilator kimi işləyir və burada nə soyutma hadisəsi, nə isitmə hadisəsi baş verir. Mod düyməsini yenidən basırıq və burada bir su damlası işarəsi görürük. Bu demək ki, su damlası işarəsi kondisionerin qurutma rejimidir və yaxud nəm alma rejimidir. Bu rejimdə kondisioner evdə olan nəmi azaldır. Bir daha bu düyməni mod düyməsini basırıq və burada belə bərabər tərəfli subzaq ikonu görkənir. Bu nədir? Bu avto rejimdir. Bəzi kondisionerlərdə avto rejimin temperaturunu dəyişmək olur, bəzilərində isə olmur. Bu kondisionerdə bu rejimi dəyişmək mümkündür. Yəni biz burada 24 seçilib, biz bunu 25 də edə bilərik, 26 da edə bilərik, 23 də edə bilərik. Tutaq ki, biz temperaturu avto rejimdə 25 dərəcəyə qoymuşuq və kondisioner bu rejimdə dayanıb.
Kondisioner nə vaxt ki evin içərisində olan havanın temperaturu bu 25 dərəcədən aşağı olduğunu hiss edəndə kondisioner isitmə rejimində, kondisionerin bu temperaturdan yuxarı olanda isə demək ki, soyutma rejimində işləyəcəkdir. Bu da çox maraqlı bir rejimdir. Hörmətli izləyicilərimiz, indi yenidən mod düyməsini basırıq və qar dənəzi işarəsi gəlir və kondisioner soyutma rejiminə qayıdır. Kondisionerimizin digər düymələri bu qapağın altında yerləşir və burada həqiqətən də çoxlu miqdarda düymələr var. İndi mən sizə bunların hər birinin izahını verəcəm. Burada gördüyünüz deməli, məsələn, indi burada room düyməsi var. Room düyməsini basanda otağın temperaturunu ölçür. Hal-hazırda bizim otağımızın temperaturu 26 dərəcə görüşkəndə. Niyə? Çünki pult əlimdə qaldığına görə bir qədər pult qızıb, ona görə 26 dərəcə görüşəcək. Həmin düyməni yenidən basırıq və geri qayıtmış oluruq. I feel rejimi nədir? Biz I feel düyməsini basanda burada bir I feel və bu işarə görürük. Yəni mən hiss edirəm. Bu o deməkdir ki, bundan sonra, yəni bu rejimə qoyulduqda kondisioner temperaturu pult vasitəsilə ölçəcək. Yəni tutaq ki, biz kondisioneri 23 dərəcəyə qoymuşuqsa, nə vaxt bu pultun durduğu yerdə temperatur 23 dərəcə çatana qədər kondisioner işləyəcək və bundan sonra sönəcəkdir. Bu rejimdən çıxmaq üçün yenidən I feel düyməsini basmamız lazım gəlir. Burada maraqlı bir rejim var, sleep rejimi. Məsələn, bəzi vaxt olur ki, insanlar yatmamışdan qabaq 21 dərəcə, 22 dərəcəyə qoyurlar. Bu kondisionerlərin belə bir xüsusiyyəti var ki, sleep düyməsi basılanda burada əvvəlcə bir aypara şəkili gəlir və bu rejimdə kondisioner pilləli olaraq demək temperaturu qaldırır. Yəni 2 saat sonra temperaturu 23 dərəcəyə qaldıracaq, bir neçə saatdan sonra 24 dərəcəyə qaldıracaq. Dolayısıyla soyuq dəymə hadisəsi ilə inşallah biz rastlaşmayacağıq. Bu rejimdən çıxmaq üçün sleep düyməsini yenidən basmaq lazımdır. Biz indi burada ekranda bir saatın yanıb söndüyünü görürük. İndi bizə əgər bu saatın dəqiqləşdirmək lazımdır, saatı qurmaq lazımdırsa, o zaman set düyməsini bir neçə saniyə basılı saxlayırıq və saatın yandığıb söndüyünü görürük və bu düymələr vasitəsilə saatımızı məsələn 22:00-a ayarlayırıq. Bundan sonra set düyməsini basıb deməli bunu təsdiq edirik. Saatımız qurulduğuna görə artıq biz timer rejimindən istifadə edə bilərik. Timer rejimi nə üçün lazımdır? Timer rejimi hər hansı bir zamanda kondisioneri söndürmək və yaxud yandırmaq üçündür. Məsələn, deyək ki, biz işə gedirik və kondisioneri söndürürük və istəyirik ki, kondisionerimiz axşam saat 18 radələrində işə düşsün. Çünki biz axşam saat 19 radələrində evə qayıdacağıq. Timer rejiminə basırıq və burada demək, bu düymələrin yardımı ilə 18-ə qurduqdan sonra yenidən set düyməsini basaraq bunu təsdiq edirik. Kondisioner 18:00-da işə düşəcək və biz gələnə qədər evimizi isidəcəkdir. Bu rejimdən çıxmaq üçün yenidən timer düyməsini basmamız lazım gəlir. Daha doğrusu clear düyməsini basmamız lazım gəlir. Clear və yaxud cancel eyni şeydir. Burada clear. Və yaxud biz yatağımıza uzanırıq, istəyirik ki, kondisioner təxminən 4-5 saat işləyəndən sonra, məsələn, gecə səhər saat 4 tamamda sönsün. Timer düyməsini 2 dəfə basırıq və burada timer off gəlir və bundan sonra bu düymənin yardımı ilə saatımızı məsələn səhər saat 4-ə ayarlayırıq ki, yəni saat 4-ə qədər kondisioner işləsin və həm də elektrik enerjisinə qənaət edir. Bundan sonra təsdiq etmək üçün set düyməsini basırıq və ekranda nə görürük? Timer off. Yəni zamanlayıcı qapalı. Bu o deməkdir ki, kondisionerimiz saat 4-ə qədər işlədikdən sonra söndürüləcəkdir. Bu rejimdən çıxmaq üçün clear düyməsini basırıq. Burada daha 2 düymə var. Biri swing düyməsidir. Bu swing düyməsi gördüyünüz kimi basılanda burada olan deməli jaluz aşağı yuxarı hərəkət edir. Dayandırmaq üçün təzədən o düyməni basır. Bu isə vertikal jaluzləri yuxarı aşağı, sağa sola hərəkət elətdirmək üçündür. Hörmətli izləyicilərimiz, bəzən olur ki, biz istəyirik ki,
pultun istifadəsini məhdudlaşdırmaq istəyirik. Məsələn, deyək ki, bizim bir kompüter otağımız var, orada 3-4 kompüter qoymuşuq və istəmirik ki, heç kim bizim pultumuza toxunsun. Məsələn, deyək ki, temperaturu 20 dərəcəyə endirmişik həmin otaqda və istəmirik ki, kimsə bizim ayarlarımızla, yəni kondisionerin pultunun ayarları ilə oynasın. O zaman burada bir balaca bir düymə var, kilit düyməsi. Onu biz basırıq və bundan sonra kondisionerin bir daha basırıq. O zaman bu düyməni deməli basırıq. Burada işarə görünəndə demək ki, artıq bizim pultumuz kilidlənmişdir. Heç bir düymə artıq işləmir. Yəni heç kim gəlib sizin pultunuzdan istifadə edə bilməyəcək. Və dolayısıyla sizin otağınızdakı kondisioner ayarlarına toxunulmayacaqdır. Bu rejimdən çıxmaq üçün yenidən bu düyməyə basırıq və gördüyünüz kimi bu işarə söndü. İndi isə bütün düymələrimiz işləməkdədir. Bizi axıra qədər izlədiyinizə görə sizə təşəkkür edirik. Əgər hər hansı bir sualınız olarsa, şərhlər bölümündə bizə müraciət edin. Biz də böyük məmnuniyyətlə sizə yardım edərik. Əssəlamu aleykum.